İlk halda o hal verir ki, ümumiyyətlə cinayət hadisəsi olmur. Məsələn, tutalım kimsə intihar eləyib, düşünürlər ki, bu adam öldürülüb və yaxud da özünü öldürmə həddinə çatdırıb, amma sonra məlum olur ki, adam könüllü, heç bir kənar təsir olmadan intihar eləyib. Və yaxud da hər hansı bir meyit tapılıb, insan meyidi və düşünürlər ki, ola bilsin ki, bu qətldir. Amma sonra məlum olur ki, adam xəstəlikdən, ürək çatışmamazlıqdan, hər hansı bir kənar təsir olmadan dünyasını dəyişib. Yəni bu hal özündə cinayət təqibinə bəraət verici əsasda xitam verilməsidir. Əməldə cinayət tərkibinin olmamasında isə təqsirlənən şəxsin əməlində əməl var, amma o cinayət deyil. Dediyim kimi, bu ya ola bilər əməlin cinayət olmasını aradan qaldıran hal olsun, və yaxud da ola bilər inzibati olsun, və yaxud da ola bilər ki, mülki olsun. Məsələn, mən dünən dələduzluqla bağlı baxırdısa, dələduzluq bəzi hallarda bu mülki məsələ ilə qarışdırılır. Və ola bilər ki, adamların öhdəlikləri, adamların münasibəti mülki hüquq münasibətlərindən yaranmış məsələdir. Və biz bu halda ona